Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər. Deməli, biz bugün bir ayə barəsində danışacağıq. İnsanı kamala çatdıracaq ilahi övliyaların xüsusiyyətlərindən danışırdıq. Bir neçə ayəni danışdıq bundan öncə. Bir dənə də ayə məşhur bizim bildiyimiz ayədir, amma öncə başqa bir ayəni qeyd edim. Şura surəsinin 28-ci ayəsidir. Allah buyurur ki, və huvəl vəliyyül hamid. O vəlidir, tərifə layiqdir. Yəni Allah sizin vəlinizdir, o tərifə layiqdir. Allah insanın vəlisidir, insana ən yaxın olandır, insanın rəhbəridir, insanın dostudur. Quran deyir, o vəlidir, yəni həqiqi vəli odur. Özünüzə başqalarını vəli seçməyin. Tərifə layiq odur. Yəni bir növ belə deyim, vəliyə layiq olan odur. Yəni ondan başqa heç kəs vəliliyə layiq ola bilməz. Sizi daha çox tanıyan odur, sizi hamıdan çox sevən odur və s. Amma bu vəlilik xüsusiyyəti təkcə Allahda qalmır. Allahın o vəli adı, vəli ismi belə desək, Allahın bəndələrinin bəzilərində təzahür edir. Yəni o bəndələrinin bəziləri Allahın vəli isminin məzhəri olur. Misal olaraq, İnnəmə vəliyyukumullah və rasuluh vəllədinə əmənullədinə yuqimunəs-salah və yu'tunəz-zəkə və hum rakiun. Maidə 55. Sizin vəliniz yalnız Allah, onun rəsulu, elçisi və iman gətirənlərdir. Belə tərcümə edirlər. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Burada görsənir ki, Allahın o vəli ismi təzahür edib, onun da məzhəri var. Deyir, onun elçisi və iman gətirənlərdir. Allahın rəsuludur vəli, sizin vəliniz və iman gətirənlərdir. Deməli, iman gətirənlər də var, başqaları da var ki, Allahın vəli isminə layiq görülür. Allahın vəli ismi onda təzahür edir. Bu ayəni tərcümə edəndə burada bir səhvə yol verirlər. İndi bilmirəm, belə deyim, öz düşüncəsinə görə o cür tərcümə edib hər halda. Yenə keçən dəfə kimi tərcümədə burada problem var. Ayəni açıq-aşkar olan tərəfini qoyublar. Mən yenə deyirəm, məfhumdan danışıram, nümunədən danışmıram. Ayəni açıq-aşkar zahirin qoyublar kənara, başqa cür tərcümə ediblər. Tərcümə belədir ki, sizin himayədarınız, sizin himayədarınız yalnız Allah, indi himayədar o cür deyək ki, tərcümə etmək olar. Yəni himayədar vəli, vəlini o cür tərcümə ediblər. Hər halda, sizin himayədarınız yalnız Allah, onun elçisi və iman gətirənlərdir. Nöqtə. Sonra deyir, onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. İnnəmə vəliyyukumullah və rəsuluh. Sizin vəliniz Allah, onun rəsulu vəllədinə. Həmçinin o kəslərdir ki, əmənu, iman gətirirlər. Əllədinə. İman gətirənlər kimdir? O iman gətirənlər ki, yuqimunəs-salah, namazı bərpa edirlər və yu'tunəz-zəkə və zəkat verirlər və hum rakiun. Və onlar ruku halındadırlar. Yəni, ruku halında zəkat verirlər. Burada isə deyilir ki, onlar Allah boyun ərək namaz qılır və zəkat verirlər. Halbuki, və hum rakiun, onlar ruku edirlər. Bu, ondan öncə zəkat verirlər, ona gəlir. Bunu sən götürüb lap bağlamısan, lap əvvələ, ortanı çıxartmısan, əvvələ bağlamısan ki, yuqimunəs-salah. Yəni, boyun əyərək namaz qılırlar. Sanki o ruku halında olmağı boyun əyib namaz qılmaqdır. Amma ondan əvvəl o ruku etmək, boyun əyməkdən əvvəl zəkat vermək gəlir axı. Onu silib niyə birbaşa əvvəl apardın? Bu hansı qrammatik qaydaya, fəsaət qaydasına, bəlaət qaydasına uyğunlaşır, bunu bilmirəm. Burada açıq-aşkar ayə deyir ki, sizin vəliniz Allahdır, onun rəsuludur, iman gətirənlərdir
və o iman gətirənlər ki, onlar nə edirlər? O iman gətirənlər namaz qılırlar, zəkat verirlər ruku halında. Ruku halında zəkat verirlər. Təkcə zəkat yox, zəkatları ruku halındadır. Və hum rakiun, bəlli məsələdir ki, və hum, vav və hum gəlir, rakiun zəmir gəlir, qrammatik olaraq bu hala çevrilir. Hal mənasını ifadə edir. O çox dərinliyə getmək istəmirəm, çünki ərəb dilini bilməyənlər var. Yəni ruku halında zəkat edirlər. Əvvəla qeyd etməliyik ki, əsas qrammatik nöqtə burada nədir? İndi o himayədar işim yoxdur. Himayədar bəli deyə bilərik, məsələn. Bunu qoyuruq qırağa, bununla işim yoxdur. Əvvəla burada cümlə gəlir. Və hum rakiun. Ruku halında və onlar rakiun, ruku edənlərdir, ruku edirlər. Bu hal cümləsidir. Ərəbcə buna hal cümləsi deyirlər. Hal bildirən cümlədir. Burada vav gəlir. Və hum. Və orada vavul haldır deyirlər. Halı bildirən hərfdir o. Məsələn, hum burada və hum və onlar. Onlar burada nədir? Mübtədadır. Rakiun, onlar yəni ruku edirlər. Ruku edirlər xəbərdir. Bu hal cümləsi adlanır. Ərəbcə təhlil etsək belədir. Yəni, zəkat verilərkən onların halı nə idi? Zəkat verilərkən onların halı ruku halında idi. Onlar ruku halında zəkat verirlər. Və ikinci yaxşı, tutaq ki, ispat etdik bu halda. Və hum rakiun, onlar ruku halındadılar. Onlar ruku halındadılar deyəndə bu nəyə şamil olur? Hal nəyə aid olur? Cümlədə hal yu'tuna zəka, zəkat verirlər feilinə aiddir. Çünki ardıcıllıq belə gətirir də. Ardıcıllıq nədir? Ardıcıllıq budur ki, deməli sizin vəliniz Allahdır, Rəsuludur, iman gətirənlərdir. O iman gətirənlər ardıcıllıq deyir. 1. Yuqimunəs salah. O iman gətirənlər ki, namaz qılırlar. 2. Yutunəz zəka. Zəkat verirlər. Sonra gəlir və hum rakiun. Və onlar ruku halındadılar. Deməli, ardıcıllıq olaraq hal həmişə, yəni ən çox özündən əvvəlkinə yaxın bir sözə, cümləyə aid olur da. Burada deyir ki, yutuna zəkat, zəkat verirlər, deməli hal buna aiddir. Yəni ruku halında zəkat verirlər. Əgər ruku sadəcə olaraq namazın bir hissəsi kimi ümumi təsvir olunsaydı, məsələn, çünki bunlar necə gətiriblər? Baxın. Bu obsi tərcümədə nə deyir? Deyir ki, onlar Allaha boyun əyərək namaz qılırlar, ruku edərək namaz qılırlar. Yəni, sanki burada rukunu gətirib namaza aid edirlər ki, yox, söhbət burada namazdan söhbət gedir. Sadəcə namazın o ruku tərəfinə işarə edərək deyir ki, namaz qılara, ruku edərək namaz qılırlar. Yoxsa zəkat halında, zəkat edərək, ruku halında zəkat verilir, belə söhbət yoxdur. Biz də deyirik ki, əgər bu namazın rukusuna aid olsaydı, söhbət o rukudan gedir, o əyilməkdən gedir ki, namaza aid, namazda edilir. Ondan getsəydi, söhbət ondan getsəydi, onda nə baş verərdi qrammatik olaraq? Onda cümlə yaxşı olardı ki, belə olsun. Yuqimunəs salah raki'in. Məsələn, tutaq ki, oxuyaq. Ayə belə olmalıydı. İnnəmə vəliyukumullah və rəsuluhu vəllədinə əmənullədinə yuqimunəs salah raki'in. Onlar raki'in, ruku dərhal namaz qılırlar, raki'in, ruku edərək, əyilərək namaz qılırlar. Onda sənin tərcümən, biz o ruku etməyə gərək o namaz qılırların cümlənin, o cümlənin yanında gətirməliydik. Onda deyə bilərdik ki, Allah boyun ərək namaz qılırlar. Cümlə ərəbcə bu cür olmalı. Amma burada nə deyir? Yuqimunəs salah, namaz qılırlar, fasilə və yutunəz zəkat, zəkat verirlər, sonra hal gəlir və hum rakiun, ruku halındadılar. Deməli, bu aid olmalıdır nəyə? Zəkat verirlər. Buna aid olur. Yəni, ruku halında zəkat verirlər. Bu, deməli, aydın olur ki, ayədə ayrı hal cümləsi vurğulanır. Namazdakı olan o ruku deyil, başqa bir rukudan söhbət gedir. Namazdan ayrı olan bir rukudan söhbət gedir. Əks halda dediyim kimi, o namaz qılırlar o cümlənin yanında gəlməli idi. Deməli, burada bildirilir ki, başqa rukudan söhbət gedir burada. Ruku niyə ayrıca qeyd olunur? Və hum rakiun. Demir ərəbcəsi.
Məsələn, yuqimuna salah rakiin. Rukunu dərhal gətirmir, yanında gətirmir. Deyir, namaz qılırlar, yuqimuna salah, namaz qılırlar, yutina zəkə və hum rakiun. Ruku halında olmağı sonra gətirir. Axırda gətirir. Deməli, ayrıca bir rukudan burada söhbət gedir. Namazın içindəki ruku deyil. Çox şəffafdır da bu. Namazın içindəki rukudan söhbət getmir. Hal cümləsi nədir? Əgər hal cümləsi, məsələn, namazın rukusundan burada söhbət getmir, başqa rukudan söhbət gedir və hal cümləsi kimi gəlir. Hal cümləsi nədir? Hal cümləsi həmişə nəyə göstərir? Adi olmayan bir cümləni göstərir. Diqqəti çəkən bir vəziyyəti bildirmək istəyir. Yəni, Allah bildirmək istəyir ki, burada onu ayrıca gətirməklə söhbət o namazdakı rukudan getmir. Bu başqa bir haldır. Namazdakı ruku halından söhbət getmir. Bu başqa bir haldır. Başqa bir hala, başqa ruku halına sizi mən təşviq etmək, sizi yönəltmək istəyirəm. Və deməli, bu xüsusi fərqləndirici bir hadisəni bizə bildirmək istəyir. Burada xüsusi fərqləndirici bir hadisə var. Aydın məsələdir ki, zəkatın özü də ayrıca verilir, namaza aid olmur. Deməli, burada zəkat, çünki zəkat, baxın, diqqət edin, namaz qıla-qıla insan zəkat verə bilər. Yəni, zəkat namazın içərisində baş verir. İnsan namaz qılır və zəkat verir. Belə şey verir. O zəkat vermək ayrı şeydir, namaz qılmaq ayrı şeydir. Amma deyir ki, yutuna zəkat, zəkat verirlər ruku halında. Burada artıq Allah bildirmək istəyir ki, başqa bir halı gətirməklə, ruku halına gətirməklə bilmək istəyir ki, bu adi hal deyil. Bu başqa bir vəziyyətdir ki, burada amma nə oldu? Burada ruku halında zəkat verdi. Ruku halında zəkat verildi. Halbuki belə şey heç vaxt baş vermir. İnsan ruku halında zəkat versin, belə şey olmur axı. Amma burada baş verdi. Diqqəti Allah buna yönəltmək istəyir. Və bir də bunu qeyd edim ki, deyə bilərsiniz ki, axı o ruku halında zəkat verməyin özü ilə namazda deyil. Yox, o da namazda olub. Oradakı ruku da namazda olub. Amma demək istəyirəm ki, bu ayənin içərisində olan yuqimuna salat sözü ki var, namaz qılırlar, o ruku ona aid deyil. Birinci ümumi gətirir. Allah ümumi gətirir ki, namaz qılanlar vəlidir. Namaz qılanlar sizin vəlinizdir. Bunu deyir. Sonra xüsusi vurğulayır ki, bir də zəkat verənlər. Amma zəkat elə verir ki, namazda ruku halında verir. Yəni, burada söhbət, çünki əgər bu rukunu həmin o namaza aid sırf eləsək, onda belə onların dediyi düz olacaq. Onda belə çıxacaq ki, deməli, boyun əyərək, ruku edərək namaz qılırlar. Amma cümlədə onu demir. Cümləyə baxanda, ardıcılığa baxanda demək istəyir ki, bir, ümumi olaraq namaz qılanlar vəlinizdir. Ümumi xüsusiyyəti budur ki, namaz qılandır. Sizin vəlinizin ümumi xüsusiyyəti budur ki, namaz qılandır. Amma bir də onun xüsusi bir xüsusiyyəti var ki, həm də namaz qılanda bir dəfə bir şey baş verib ki, namaz qılanda ruku halında zəkat verib. Bu artıq xüsusi başqa bir, yəni ümumi namaz qılanları nəzərdə tutmur, ümumi namaz qılmanı nəzərdə tutmur. Xüsusi bir namaz baş verib, xüsusi bir hal baş verib ki, namazda, ruku edəndə zəkat verib. Bir hadisə baş verib ki, heç vaxt belə şey olmur da, amma bir şəxsdə baş verdi ki, namaz qılanda, ruku edəndə rukuda zəkat verdi. Xüsusi bir incə bir şeyə yönəltmək istəyir bizi, xüsusi bir hadisə bizi yönəltmək istəyir Allah burada. Bəli, konkret bir hadisəyə işarə edir Allah burada. İndi deyə bilərsiniz ki, onda niyə burada, əgər demək, onda sənin sözündən belə çıxır ki, demək istəyirsən ki, burada məsələn Həzrət Əlidir bu. Hər halda Həzrət Əli deyil. Mən demək istəyirəm, axı biz məfhumdan danışırıq, biz nümunədən danışmırıq. Mən demək istəyirəm ki, Quranın bu ayəsinə baxanda İnnəmə vəliyukumullah və rəsuluh, sizin vəliniz Allah və onun elçisi, dostu, daha doğrusu onun elçisi, rəsulu sizin vəlinizdir. Vəllədinə əmənullədinə, və o kəslərdir ki, iman gətirirlər, yuqimuna salah, namaz qılırlar, ümumi olaraq namaz qılırlar və neyirlər və yutuna zəka. Amma zəkatı necə verirlər? Və hum rakiun, zəkatı verirlər
ruku halında verirlər. Xüsusi bir şəxs bunu eləyib ona yönəlir. Çünki əgər söhbət ümumi namaz qılmaqdan getsə ki, ümumi namaz qılanda ruku halında zəkat verin, onda biz hamımız gərək namaz qılanda ruku halında zəkat verək. Ümumi namaza aiddir. Onda hamı gərək neynəsin? Rukuda zəkat versin. Onda gərək böyük şəxsiyyətlər, Allahın vəlilərinin hamısı gərək ruku halında zəkat versin. Çünki orada Allah tərifləyib onu. Amma bu xüsusi bir şeyi bildirir ki, istisna olaraq bir şey baş verib ki, belə şey olmur ha, amma istisna olaraq bir şey baş verib ki, bir nəfər namaz qılanda ruku halında zəkat verib, onun namazı istisna olunub orada. Ümumi namazlarını deyib, o gedin o axtarın. İşarə verdi Allah. İndi gedin tarixdə axtarın. Yoxsa gətirib bunu belə tərcümə eləyək. Sizin vəliniz yalnız Allahın elçisi və iman gətirənlərdir. Nöqtə, onlar Allaha boyun əyərək namaz qılır və zəkat verir. Sanki o xüsusi hadisədən çıxartmaq istəyir bunu. Konkret bir hadisədən çıxartmaq istəyir, ümumiləşdirmək istəyir. Axı, burada belə şey yoxdur. Namaz qılaraq, boyun əyərək namaz qılır. Bundan söhbət getmir. Axı, sənin dediyin kimi olsa, ərəbcə qaydası budur ki, yuqimunəs-sələ raki'in. Ruku edərək namaz qılırlar. Ruku o namaz qılarlar cümləsinin yanında gəlməli idi. Hə, başqa bir iradə eləyə bilərsiniz ki, vəllədinə, o kəslər cəm deyir. Görürsünüz, cəm deyir. Əgər bir nəfərə aid olsaydı, onda o kəs deyərdi də, o şəxs deyərdi, o şəxsdə deyir, cəm deyir. Deməli, ümumi namaza aiddir, ümumi namaz qılanlara aiddir, ümumi şəxslərə aiddir. Xüsusi bir hadisəyə işarə eləmir. Cavab. Cəm olsa da təki burada ifadə eləyir bu əllədiyinə, o kəslər sözü, o şəxslər sözü. Niyə? Ərəb dilində bu məşhur bir sözdür də. Ərəb dilində deyir ki, ərəb dilində belə bir söz var da. Deyir, cəmlə tək şəxs nəzərdə tutulur. Bəzən insan cəmlə bir şəxsi nəzərdə. Bizdə də var da bu. Cəmlə, məsələn, adətən bu türklərdə olur. Məsələn, fars dilində də var, türk dilində də var. Ondan sonra başqa dillərdə də ola bilər. Bizdə çox da yayğın deyil. Misal üçün, türklər deyir, məsələn də, onlar buyurmuşlar, deyir. Onlar buyurmuşlar. Onlar təşrif etmişlər. Sultan məsələn təşrif etmişdir, amma sultan bir nəfərdir. Sultan təşrif etmişlərdir deyir. Sultan bir nəfərdir, amma cəm gətirir. Bu fars dilində də var. Məsələn, tutaq ki, anha fərmud. Onlar buyurdu. Bu, yəni onların dilində bu yayğın, bu nəyi bildirir? Quranda bunun nümunəsi də var, çox nümunəsi var. Məsələn, bəzən bu nədir? Məqsəd burada nədir? Niyə cəm gəlir? Şəxsi gizlətmək. Allah istəyir ki, o şəxsi gizlətsin, ümumiləşdirsin, getsin, cəmaat özü tapsın. O şəxsin nümunəsini gizlədir, deyir ki, gedin özü, işarə verir, deyir, gedin özünüz tapın. Ağlınız var, ağlından tapmalısınız. Və yaxud da, indi hansısa bir şey, başqa bir şey ümumiləşdirmək ola bilər. Bəzən, məsələn, tutaq ki, misal üçün, ola bilər ki, belə deyir ki, insanlar, məsələn, məqamı ümumiləşdirir ki, görəsən insanlar nə fikirləşəcək, bəzilərinin, məsələn, bu işi görməklə özünü cəmaata vəli kimi təqdim edib, bu ayə əsasən özünü vəli kimi təqdim edir. Allah insanı imtihan edir, görüm, insan yolunu azacaq. Başa düşəcək ki, bu, məsələn, Mehdisilər deyirik ki, İmam Zaman gələcək, çoxları İmam Zaman iddias edir. Buna Allah icazə verir ki, yəni ağlın var, görəsən sən yolu azacaqsan, yoxsa yox. Bəzən ola bilər ki, məsələn, belə bir şey olsun ki, kimsə gedir rukanlı zəkat verir. Yəni, insan o qədər zəkasında problem olmalıdır ki, elə hamı kimsə gedib rukanlı zəkat verirsə, onu məsələn, dost vəli kimi qəbul etsin. O gərək insanın zəkasında problem vardır. Allah imtihan edir, pakları ortaya çıxır. Bəzən hörmət və böyütmək kimi mənasını ifadə edir. Yəni, hörmət kimi bunu gətirir. Bir hörmət əlaməti olaraq qeyd edir ki, necə ki, biz dedik də, türk dilində, fars dilində, məsələn, bu kimi şeylər var. Deməli, xülasə, nəticə alırıq ki, bu cümlə və hum rakiun əslində zəkatın ruku halında verilməsi hal cümləsidir və bu sadəcə olaraq namaz qılan möminlərə aid deyil. Bu sadəcə olaraq namaz qılan möminlər mənasında deyil. Bu xüsusi bir əməl və vəziyyət vurğulanır ki, istisna olaraq bir şəxs onu eləyib. Kimdir o? Təbii ki, onu gedib insan insafla, vicdanla araşdırmalı ki, baxaq ki, tarixdə bu kimdir? Mən adını çəkmirəm kimdir, amma insan gərək bunu vicdanla, insafla, məsələn, biz bunu araşdırmalıyıq. Təbii ki, hamımızın vicdanı var. Əstəğfurullah, mən hansı məhzəbi vicdansızlıqla ittiham eləmirəm. Ola bilər kimsə, məsələn, qeybi yəqinət satmasın. İstər bu şiədə olsun, istər sünnidə olsun, şiənin özü də
gərək hər şeyi vicdanla araşdırsın. Vicdan yəni belə deyim də bu mənada ki, haqqı gizlətməyə. Haqqı gizlətməyə. Bəzən insan məsələn ya qorxudan haqqı gizlədir ki, birdən mən məsələn tutaq ki, inancımı dəyişərəm və məsələn mənim qohumlarım, yaxınlarım məni tənqid edərlər. Məsələn bu şeydən qorxur. Bəzən insan təkəbbür eləyir, haqqı qəbul etmir. İnsanın yəni bir vicdanın səsi oyanmalı ki, mən niyə burada qəbul etmədim bunu? Bax, niyə qəbul etmədim? Bunu insan fikirləşməlidir. Və həqiqətən də bu tərcümə də baxırsan ki, yenə deyirəm, dəfələrlə oxuyuram, yenə deyirəm, sizin himayədarınız yalnız Allah, onun elçisi və iman gətirənlərdən nöqtə, sonra onlar Allaha boyun əyərək namaz qılır. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Yəni cümləni tamamilə dəyişməkdir burada. Heç bir-birindən əlaqəsi yoxdur. Və hum rakiun, bəli, halı istisna eləyə bilmirlər. Çünki onlar Allah boyun əymək halı ilə namaz qılırlar, əyərək namaz qılırlar. Halı saxlayırlar, amma namaz qılmağa aid deyirlər ki, yəni ümumi aiddir, ümumi namaz qılmağa aiddir bu. Amma o cür deyil də. Onda görə hamı, məsələn, zəkat versin və yaxud da belə deyim, heç cümlə ümumiyyətlə bir-birinə uyğunlaşmır. Və hum rakiun gör hara bağlıdır, hara bağlanmasın, onu hara aparıb çıxardırıq biz. Və boyun əyərək namaz qılıb, ruku edib, zəkat vermək, ümumiyyətlə bu yol verilməzdir. Yəni bunu eləmək olmaz axı. Elə hər adam bunu eləsin, bu şey eləsin, rahatsızlıq yox. Bu bir vəziyyəti bildirir. Sözüm bura qədər. Deməli, insanı kamala çatdıran vəlilərin bir xüsusiyyəti odur ki, o övliyaların bir xüsusiyyəti budur ki, Allahın vəli ismi onda təcəlli edir. O, Allahın vəli isminin məzhəri olur ki, bu Quran ayəsi bizə onu göstərir və Allahın insanı kamala çatdıran şəxsin xüsusiyyətlərindən biri də budur ki, vəlidir və ruku halında zəkat verən şəxs. Ruku halında zəkat verən şəxs, bununla biz insanı kamala çatdıran şəxsi tapa bilərik. Tapa bilərik. Belə, sözüm bura qədər. Növbəti söhbətlərimizdə görüşənədək.